Salam dinləyicilər, əziz abituriyentlər. Bugünkü dərsimizdə biz xitab və ara sözlər haqqında danışacağıq. Bəzən cümlədə elə ifadələr olur ki, onlar cümlə üzvləri ilə məna baxımından əlaqələnir, amma qrammatik baxımdan bir-biri ilə əlaqələnmir. Yəni cümlə üzvü olmur, heç bir sintaktik əlaqədə olmur cümlə üzvləri ilə. Bunlara isə xitab və ara sözlər daxildir. İlk öncə xitab haqqında danışaq. Xitab nədir? Xitab müraciət deməkdir. Biz bunu aşağı siniflərdən öyrənirik. Xitab müraciət deməkdir. Müraciət olunan şəxsi, xitab nəyi bildirir? Müraciət olunan şəxsi bildirir və müraciət olunan əşyanı bildirir. Yəni biz xitab dedikdə, müraciət dedikdə yalnız şəxsi, insanı nəzərdə tutmuruq. Düzdür, gündəlik nitqdə danışıqda biz şəxs olaraq bir-birimizə müraciət edirik, amma bədii ədəbiyyatda əşyaya, digər canlı, cansız varlıqlara da müraciət olunur. Məsələn, Dağlar şeirində dağlara müraciət olunur, Ceyran şeirində Ceyrana müraciət olunur və yaxud da ki, Təbrizim deyib Təbrizim şeirində Təbrizə müraciət olunur. Belə. Deməli, xitablar nə ilə ifadə olunur? Xitablar bildiyimiz kimi, yəni öyrəndiyimiz kimi adlı kaldı olur. Yəni biz kiməsə xitab edərkən ismin hər hansısa bir halında xitab etmirik, yəni müraciət etmirik. Kimisə çağıranda adlı kalda çağırırıq. Adlı kalda olan isimlərlə daha çox ifadə olunur. İsimlərlə, ismi birləşmələrlə və isimləşmiş sözlərlə və birləşmələrlə ifadə olunur. Nümunə olaraq yazaq. Məsələn, oğul, sözlərimə yaxşı qulaq as. Yaxşı qulaq as. Burada xitab oğuldur. Oğul nitq hissəsi kimi morfoloji cəhətdən isimdir, amma cümlədə xitab kimi çıxış etmişdir. Daha sonra deyirəm gənclər. Bugünün qədrini bilin. Bugünün qədrini bilin. Burada gənclər xitabdır. Amma nitq hissəsi kimi nədir? İsimləşmiş sifətdir. Gənc sifətdir. İsimləşib və cümlədə xitab kimi çıxış edir. Daha sonra qeyd edirik. Ey vətən oğlu, vətənin adını uca tut. Adını uca tut. Burada isə xitabımız ey vətən oğlu birləşməsidir. Burada xitab ifadə olunub vətən oğlu ismi birləşməsi ilə. Başqa bir nümunə yazaq. Məsələn, deyirəm, beşincilər sizi gözləyəcəyik. Burada da beşincilər xitabdır. Beşincilər xitab burada sayla ifadə olunmuşdur. Daha sonra qeyd etdik ki, isimləşmiş burada gənclər, beşincilər isimləşmiş ifadələrdir və isimləşmiş birləşmələr dedikdə burada nəzərdə tuturuq. İsimləşmiş birləşmə dedikdə nəzərdə tuturuq fe'li sifət tərkiblərini. Çünki xitab məsdərlə və fe'li bağlama ilə ifadə oluna bilmir. Eyni zamanda xitab əvəzliklə ifadə oluna bilmir. Fe'lin təsniflənən formalarla ifadə oluna bilmir. Yerdə qalan hallarla xitab ifadə oluna bilir. Fe'li bilir. Yəni isimləşmiş birləşmə dedikdə biz fe'li sifəti nəzərdə tuturuq. Deyirəm əziz dinləyənlər. Deməli, siz xoş gəlmisiniz.
Burada xitabımız əziz dinləyənlərdir. Dinləyənlər fiili sifətdir. Əziz isə ismi birləşmənin aslı tərəfi kimi çıxış etmişdir. Daha sonra biz buna fiili birləşmə olaraq daha sonra xitab haqqında nələri deyə bilərik? Xitab deməli oxşuyur formasına görə mübtədaya. Çünki xitab da adlı halda olur. Xitab da adlı halda olur. Mübtəda da adlı halda olur. Hər ikisi. Davam edirik. Deməli xitablar da mübtədalar kimi nə edir? Adlı halda olur. Hər ikisi adlı halda olur. Hər ikisi söz və söz birləşmələrlə ifadə oluna bilir deyə biz xitabla mübtədanı qarışdıra bilərik. Amma bunu səhv etməmək üçün, qarışdırmamaq üçün nələrə diqqət etməliyik? Hər ikisi adlı halda söz birləşməsi ilə ifadə olmasına baxmayaraq xitab müraciət bildirir. Məsələn, deyirəm ki, ana çox sağ ol. Ana çox sağ ol. Burada ana xitabdır, müraciət olunanı bildirir. Ana, kiməsə müraciət edirik, çağırış var burada. Amma deyirəm ki, ana hər şeydən razı idi. Burada ana hər şeydən razı idi. Razı idi ki, ana xəbərlə uzlaşdı. Müraciət yoxdur. Deməli, bu nədir? Mübtədadır. Amma xitab nə edir? Baxaq, ana çox sağ ol. Burada isə xitab cümlə üzvü olmur. Cümlədə heç bir sözlə sintaktik əlaqəyə girmir. Mübtəda isə gördüyümüz kimi xəbərlə sintaktik əlaqəyə girir. Xəbəri özündən aslı vəziyyətə salır. Aslı vəziyyətə gətirir. Daha sonra xitab müraciət bildirir. Buna görə də məzmunca, xitab məzmunca ikinci şəxsdə, amma formasına görə üçüncü şəxsdə olur. Bu nə deməkdir? Elə bu nümunə üzərində izah edək. Ana, yəni hər hansı bir şəxsin adı varsa, burada ana. Bu nə bildirir? Üçüncü şəxs, yəni o. Elədir, ana hər şeydən razı idi. O hər şeydən razı idi. Bu, deməli, formasına görə üçüncü şəxsdir, yəni o. Amma məzmunca biz kiməsə müraciət etdikdə, ana çox sağ ol, yəni sən çox sağ ol. Məzmununa görə isə biz ona sən demiş oluruq. Ona görə formasına görə üçüncü şəxsdə, məzmununa görə isə ikinci şəxsdə hesab olunur. Sonra xitabların quruluşundan danışaq. Xitablar quruluşuna görə sadə və mürəkkəb olur. Sadə xitablar gördüyümüz kimi sadəcə bir sözlə, nitq hissəsi ilə ifadə olunur. Məsələn, deyirik ki, oğul, keç otur. Keç, otur. Burada oğul xitabdır. Nitq hissəsi ilə ifadə olunub və quruluşuna görə sadə xitabdır. Mürəkkəb xitablar o xitablardır ki, onlar söz birləşməsi ilə ifadə olunur. Məsələn, nümunə yazaq. Ey xalqın yanında olan kəslər. Xalq sizə minnətdardır. Burada ey xalqın yanında olan kəslər. Bu söz birləşməsidir, xitabdır. Quruluşuna görə deməli nədir? Mürəkkəb, xitab, hesab olunur. Və ya başqa bir nümunə yazaq. Tutaq ki, deyirik ki, əziz dost, məktubunu oxudum.
Məktubunu oxudum. Burada xitabımız nədir? Əziz dost. Məktubunu oxudum. Müraciət olunan kimdir? Əziz dostdur. Deməli, burada xitab, əziz dost söz birləşməsi ilə ifadə olunub və deməli, bu quruluşuna görə mürəkkəb xitab hesab olunur. Sonra xitabın işlənmə yerinə danışaq. Xitabın işlənmə yeri, deməli, xitabların işlənmə yeri cümlənin həm əvvəlində, həm ortasında, həm də sonunda işlənə bilir xitablar. Cümlənin əvvəlində işlənən xitabın, məsələn, cümlənin əvvəlində işlənən xitab, cümlənin əvvəlində işlənən xitabdan sonra vergül qoyulur. Cümlənin ortasında işlənən xitabın hər iki tərəfindən vergül qoyulur. Cümlənin sonunda işlənən xitabdan isə əvvəl vergül qoyulur. Sonda isə cümlənin intonasiyasına uyğun olaraq nida, sual, nöqtə və s. durğu işarələri qoyula bilər. Nümunələrlə fikrimizi əsaslandıraq. Məsələn, deyirəm ki, Əli dərsini oxu. Burada Əli xitabdır. Əli dərsini oxu. Əli burada xitabdır. Deməli, burada ondan sonra vergül qoyulur. Amma deyirəm ki, oxu Mehdi, oxu. Burada xitab kimdir, nədir? Kimə müraciət olunub? Mehdiyə. Oxu Mehdi, oxu. Xitab cümlənin ortasında gəldiyi üçün onun hər iki tərəfindən vergül işarəsi qoyulur. Bir də deyirəm ki, get dərsini oxu. Bala. Burada xitabımız baladır və ondan əvvəl vergül işarəsi qoyulacaq. Daha sonra xitablarda durğu işarəsinin, daha doğrusu vurğudan danışaq. Xitablarda vurğudan. Xitablarda vurğu belədir. Deməli, bir sözdə vurğu hansı hecədadırsa, adi intonasiya ilə deyildikdə, xitab kimi işləndikdə vurğu bir hecə əvvələ keçir. Məsələn, Əli dedikdə, Mehdi dedikdə, bala. Mehdi burada vurğu düşür ikinci hecanın üzərinə. Amma biz deyirik ki, Əli dərsini oxu. Burada vurğu düşdü birinci hecaya. Oxu Mehdi, oxu. Vurğu ikinci hecaya idi, düşdü birinci hecaya. Get dərsini oxu, bala. Bala. Burada da vurğu birinci hecaya düşmüş oldu. Daha sonra amma xitab diqqətli oluruq. Nida ilə işləndikdə onda vurğunun yeri dəyişmir. Durğu işarəsi də fərqli olur. Vurğunun yeri də dəyişmir. Məsələn, nümunə ilə göstərək. Bir var, deyirik ki, oğul, oğul. Qulaq as. Oğul, qulaq as. Burada oğul vurğu ikinci hecadadır, amma xitab kimi işləndikdə oğul, qulaq as. Vurğu ilk hecaya keçir. Amma desəm ki, ay oğul, əvvəlində hər hansısa bir nida işlətmiş olsam, bu zaman vurğunun yeri elə hansı hecadadırsa, həmin hecada da qalır. Sonra, eyni nidası ilə işləndikdə, vergül intonasiyadan asılı olaraq nidadan sonra da qoyula bilər. Xitabdan sonra da qoyula bilər, yəni qoyulmaya da bilər nidadan sonra. Məsələn, deyirəm ki, ey oğlan, o nə atdır? Xitabımız ey oğlandır. Burada eyni nidası ilə işləndikdə, bax, bəzən testlərdə düşür, hansında nidadan, intonasiyadan asılı olaraq nidadan sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Bu zaman eyni nidasından söhbət gedir. Deyirəm, ey oğlan, bu nə atdır? Bu zaman nə edəcəm? Vergül qoyacam. Ey oğlan, bu nə atdır? Bir də var, deyirəm, ey oğlan, bu nə atdır? Bu zaman isə
Virgül qoyulmaya da bilər. Daha sonra bəzən belə bir cümlə işlənir ki, xitab cümlə üzvləri ilə heç bir məna əlaqəsində deyil. Bu fikir də yanlışdır. Çünki xitab cümlə üzvləri ilə qrammatik cəhətdən əlaqələnmir. Amma məna cəhətdən onlarla əlaqələnə bilir. Ona görə də heç bir məna əlaqəsində olma fikri yanlışdır. Yəni xitab işlənibsə cümlədə, o cümlənin məzmununa uyğun işlənib də. Məsələn, deyirəm ki, deməli, qızım bir otursana. Bax, burada qızım xitabdır. Cümlə üzvlərlə sintaktik əlaqəyə girməsə də, cümlə üzvü olmasa da, deməli, nə edir qızım? Cümlə ilə məna cəhətdən əlaqələnə bilir. Yəni, burada qızım deyirik, gəl otursana. Deyə bilmərik ki, kitab, gəl otursana. Nə edir? Bir-birindən cümlə əlaqələnmir məna cəhətlər. Amma xitab elə cümlədə işlənir ki, o sintaktik cəhətdən cümlə üzvlərlə əlaqələnməsə də, əgər onlarla qrammatik əlaqəyə girməsə də, cümlə üzvü olmasa da, xitab nə edir? Cümlədə işləndiyi sözlərlə birlikdə məna əlaqəsində olur. Düzdür, xitab cümlə üzvü olmur. Cümlə üzvlərdə sintaktik əlaqədə olmur. Amma xitabın öz daxilində, ifadə vasitəsində də sintaktik əlaqə işlənə bilər. Necə olur? Məsələn, deyirəm ki, əziz balam, sənə minnətdaram. Burada xitabımız əziz balamdır. Sənə minnətdaram. Kim? Mən. Burada mübtəda başqadır. Əziz balam xitabdır. Və xitab nə ilə ifadə olunub? Əziz balam birinci növ ismi birləşməklə. Əziz balam, necə balam? Bax, birinci növ ismi birləşmələr arasında nə olur? Yanaşma əlaqəsi olur. Deməli, xitabda da nə var? Yanaşma əlaqəsi var. Düz cümlə üzvləri ilə əlaqələnmir. Biz bunu cümlə üzvləri ilə əlaqələndirə bilmərik. Xitab öz daxilində sintaktik cəhətdən söz birləşməsi ilə ifadə olunduqda bir-biri ilə əlaqələnə bilir. Məsələn, deyirik ki, vətənin igid oğlu. Var ol. Bax, burada vətənin igid oğlu xitabdır. Vətənin oğlu ismi birləşmədir. Və onlar arasında həm idarə, həm də uzlaşma əlaqəsi var. İgid oğul isə, burada isə həm də yanaşma əlaqəsi mövcuddur. Deməli, xitab cümlə üzvlərlə sintaktik əlaqədə olmasa da, sintaktik baxımdan əlaqələnə bilməsə də, xitab söz birləşməsi ilə ifadə olunduqda onlar daxilində sintaktik əlaqə mövcud ola bilir. Sonra, xitab düzdür, cümlə üzvü ola bilmir, cümlə üzvlərlə sintaktik cəhətdən əlaqələnə bilmir. Amma xitab sintaktik vəzifə daşıyır. Bax, bu anlayışları səhv salmırıq. Bax, sintaktik vəzifə daşıyır nə deməkdir? Məsələn, qızım nədir cümlədə? Qızım isimdir. Xitabın ifadə vasitəsidir sintaktik cəhətdən. İsim olmaq onun nə idi? Morfoloji cəhətdən. Morfoloji funksiyasıdır, morfoloji vəzifəsidir. Amma xitab olmaq nədir? Xitab olmaq onun sintaktik vəzifəsidir. Və yaxud da ki, əziz balam, deməli, əziz burada sifətli, balam isimdir, amma əziz balam dedikdə burada söz birləşməsi şəklində nə edib? Xitab rolunda çıxış edib, bu da onun sintaktik vəzifəsidir. Deməli, yaxud da deyirəm ki, cavanlar, siz hələ bunu anlamazsınız. Cavanlar burada sifətli morfoloji cəhətdən, amma cümlə üzvünün ifadə vasitəsi kimi, daha doğrusu xitabın ifadə vasitəsi kimi işlənib və sintaktik cəhətdən cavanlar nə edib? Xitab kimi çıxış edib. Deməli, onun xitab olmaq nədir? Onun sintaktik vəzifəsidir. Necə ki, deyirik ki, məsələn, mübtədanın ifadə vasitəsi isimdir. Yəni, isimdir, hansısa bir söz, kitab
Deyirik kitab. Kitab bilik mənbəyidir. Sadə bir cümlə yazaq. Bilik mənbəyidir. Nə? Kitab. Və kitab nədir? İsimdir. İsim olmaq onun morfoloji funksiyasıdır. Amma cümlə daxilində nə edib? Mübtəda kimi işlənib. Bu onun sintaktik vəzifəsidir. Burada da qızım sözü isimdir. Morfoloji cəhətdən, sintaktik cəhətdən nə sayılır? Xitab sayılır. Deməli, xitab nə edə bilir? Sintaktik vəzifə daşıya bilir. Daha sonra bir sözlə sintaktik vəzifə daşımaq üçün cümlə üzvü olmaq əsas şərt deyil. Sintaktik vəzifə daşımaq şərt deyil. Məsələn, mübtəda özü cümlə üzvü olursa, hansısa bir söz, bu onun sintaktik vəzifəsidir. Xəbər, təyin, digərləri ilə cümlə üzvü olmaq özü bir sintaktik vəzifədir. Burada da xitab olmaq da özü bir sintaktik vəzifədir. Daha sonra danışaq ara sözlərdən. Ara sözlər nədir? Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Biz bu ifadə ilə modal sözlərdə rast gəlmişik. Modal sözlər də danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Amma ara sözlər sintaktik vahiddir. Yəni biz bununla sintaksis bölməsində tanış oluruq. Sintaksisdə bunu öyrənirik. Amma modal sözlər nitq hissəsidir, morfoloji vahiddir. Düzdür, modal söz ara sözün ifadə vasitəsidir bir növ. Belə deyək. Yəni modal söz ara sözün ifadə vasitəsidir. Yəni bütün modal sözləri biz ara söz adlandıra bilərik. Amma bütün ara sözlər modal söz deyil. Ara sözlərin ifadə forması necə olur? Bununla tanış olaq. Biz burada da fərqləri görəcəyik. Deməli, ara sözlər həm söz şəklində, həm söz birləşməsi şəklində. Deməli, ara sözlər ifadə oluna bilər söz şəklində, söz birləşməsi şəklində, bir də cümlə şəklində ifadə oluna bilər ara sözlər. Söz, söz birləşməsi və cümlə şəklində ifadə oluna bilər. Söz şəklində məsələn deyirik ki, əlbəttə gələcək. Əlbəttə gələcək. Burada əlbəttə söz şəklində olan modal sözdür. Söz birləşməsi şəklində olan modal sözə, daha doğrusu ara sözdür. Sözün düzü sənə inanıram. Burada sözün düzü ara sözdür. Sözün düzü söz birləşməsi şəklindədir. Və bir də cümlə şəklində olan modal sözlərimiz var. Məsələn, deyirik ki, doğrudur. O gəlmədi. Burada doğrudur cümlə şəklində olan doğrudur modal sözdür. Cümlə şəklində olan, cümlə formasında olan ara sözlər görünüşünə görə nəyə oxşuyur? Baxaq, doğrudur, xəbərə oxşuyur bir növ. Amma bunlar xəbər deyil, bunları xəbər hesab etmirik. Çünki onlar bitmə intonasiyası yoxdur bunlarda. Cümlədə nə olmalıdır? Bitmiş fikir, bitmə intonasiyası. Amma burada doğrudur. Bitmə intonasiyası yoxdur. Gördüyümüz kimi, deməli, ara sözlər nə edir? Söz, söz birləşməsi və cümlə şəklində olur. Amma modal sözlər haqqında bunu deyə bilməyəcəyik. Amma ara sözlərin də işlənmə yeri modal sözlərdə olduğu kimidir. Cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir. Cümlənin əvvəlində gələrsə modal sözdən sonra, ortasında gələn ara sözün və modal sözün hər iki tərəfindən, sonunda gəldikdə isə ondan əvvəl vergül işarəsi qoyulacaq. Daha sonra ara sözün məna növləri haqqında danışaq. Ara sözün məna növləri hansılardır? Bu nələr daxildir? Ara sözlər bir növ modal sözlərdə olduğu kimidir. Demək olar ki, ara sözlərində məna növləri təsdiq bildirən ara sözlər var. Əlbəttə sənə güvənirəm, sözsüz sənə güvənirəm, şəksiz,
həqiqətən, doğrudan da, düzdür və s. kimi ara sözlər təsdiq bildirənlərdir. Güman, şübhə bildirənlər var. Güman, şübhə bildirən ara sözlərimiz var. Bura nələr daxildir? Bəlkə, deyəsən, görünür, olmaya, gərək ki və s. ola bilsin ki, ara sözləri güman, şübhə bildirən ara sözlərdir. Fikrin mənbəyini bildirən ara sözlərə nə daxildir? Fikrin mənbəyini bildirənlər. Fikrin mənbəyini bildirənlər. Burada daxildir məncə, səncə, zənnimcə, məsələn, bunları həm modal sözdə hesab edirik, amma elə ara sözlər var ki, onları biz modal söz hesab etmirik. Bax, bütün modallar, modal sözlər ara sözdür, amma bütün ara sözlər modal söz deyil. Məsələn, atalar demişkən, mənim fikrimcə, eşitdiyimə görə, ağsaqqalların dediyinə görə, bunlar hər biri nədir? Ara sözdür. Və yaxud da nəticə və sıra bildirən ara sözlər, nəticə, sıra, buna nitqin hissələri arasında əlaqə yaradan kimi də səsləndirilir. Nəticə və sıra bildirənlər, nəhayət, beləliklə, qısası, əvvəla, birincisi, ümumiyyətlə və s. kimi modal sözlər, ara sözlər bura daxildir. Daha sonra təəssüf bildirən ara sözlərimiz var. Təəssüf bildirən ara sözlərimiz heyf, heyfki, əfsus, əfsuski, təəssüf, təəssüf kimi ara sözlər də təəssüf bildirən ara sözlərə daxildir. Ara sözlərdə xitab kimi sintaktik vəzifə daşıya bilir. Yəni, cümlə üzvlərlə sintaktik cəhətdən əlaqələnə bilmir. Amma nə edə bilir? Sintaktik vəzifə daşıya bilir ara sözlərdə. Elə onun ara söz olması onun sintaktik vəzifəsidir. Bax, sözün üzü nədir? Söz birləşməsidir. Amma cümlədə ara söz kimi işlənibsə, bu onun sintaktik vəzifəsidir. Sonra ara sözlərdə də, bunda qeyd edək, kitablarda olduğu kimi, məsələn, kitablarda olduğu kimi ara sözlərdə də ara sözlərin öz daxilində nə olur? Ara sözlərin öz daxilində sintaktik əlaqə mövcud olur, yəni mümkün olur. Məsələn, belə bir nümunə yazıram. Mənim fikrimcə o gələcək. Mənim fikrimcə ara sözdür. Biz buna modal söz deyə bilmirik qətiyyən. Çünki modal sözlər söz birləşməsi şəklində ifadə oluna bilmirlər. Mənim fikrimcə o gələcək. Burada modal ara sözümüz mənim fikrimcədir. Sintaktik vəzifəsi ilə onun ara söz olmasıdır. Sintaktik əlaqə nədir bunlar arasında? Mənim fikrimcə nədir? Mənim fikrim. Üçüncü növ isim birləşmədir. Və üçüncü növ isim birləşmələr arasında da nə mövcud olur? Həm idarə əlaqəsi, həm də uzlaşma əlaqəsi mövcud olur. Ara sözlərdə cümlə üzvləri ilə qrammatik cəhətdən əlaqələnməsə də, sintaktik əlaqəyə girməsə də, kitabda olduğu kimi cümlədə sözlər arasında, onlarla sözlər arasında məna əlaqəsi mövcud olur. Bugünkü dərsimiz bu qədər. İnşallah izahımız hər biriniz üçün faydalı oldu. Təşəkkür edirəm.